Prezident İlham Əliyevin sərəncamı ilə bugün kütləvi informasiya vasitələri haqqında qanuna da dəyişiklik edildi. Yeni sərəncam kütləvi informasiya vasitələrinin məsuliyyətini daha da artıracaq. Artıq bundan sonra xəbər siyasətini yalan, şayiələr üzərində quran kivləri ciddi cəza gözləyir. Milli Məclisin oktyabrın 20-sində keçirilmiş plenar iclasında kütləvi informasiya vasitələri haqqında qanuna dəyişiklik edilməsi barədə qərar qəbul edilib. Ölkə başçısının bu dəyişikliyi təsdiqləməsini jurnalistlər birmənalı olaraq məsuliyyət kimi qəbul edirlər. Qanunun 44-cü maddəsinə əlavə edilən dəyişiklikdə deyilir. Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir. Jurnalist Tofiq Abbasov hesab edir ki, xüsusilə də araşdırmaların gedişatında cinayət kodeksinə uyğun problemlərin həlli gündəmə gəldikdə hər hansı özbaşınalığa yol vermək olmaz. Çox ciddi bir konfliktlər, münaqişələr, belə deyək, mübahisəli məsələlərin həllində bəzən KİV nümayəndələri başlayırlar artıq öz çıxışları ilə istintaq orqanlarına təsir göstərməyə. Məsəl üçün, xüsusilə də sosial şəbəkələrdə bundan istifadə edirlər. Mən məsəl üçün elə başa düşürəm ki, hətta əgər istintaq orqanlarının, araşdırma aparan orqanların səlahiyyətləri artırılırsa, onlar hətta yanlış məlumat üçün, uydurma məlumat üçün hətta gərək məsuliyyətə cəlb etsinlər bizim həmkarları. Bu olmasa, o nizam-intizam bizdə qorunub saxlanmayacaq. Jurnalistin sözlərinə görə, ölkə başçısının bu sərəncamından sonra kütləvi informasiya vasitələrinin nümayəndələri və məsulları mütləq şəkildə keyfiyyət göstəricilərini də yüksəltməlidirlər.